bizim bir dostumuz var, o mənə yığanda bilirəm ki, yarım saat getdi də telefonda təxminən. Danışır da, Allah saxlamış. Oradan danışır, buradan da. Deyəmirəm, buna ki, qutar da, mənim işim, gücüm var. Ona görə hərdən yığanda da götürmürəm, məcbur ki, işim var da. Bir dəfə də yığmışdı, baxdım, bir dəfə götürməsəm, bir-iki dəfə götürməm, inciyəcək məndən. Mən də inanırsa Allah, xütbəyə hazırlaşıram da, yəni elə çətin vaxtımdır ki, hərdən doğrudan çətin vaxtdır. Baba, indi çətin vaxtda yaşayıram. Ramazanla bağlı mövzular hazırlayıram, çətin vaxtlar. Yəni, baxsız evə, kitabın biri o yanda, vərəqin biri bu yanda. Bu belə vəziyyətdəyəm, bu manda da bıyıqdır. Dedim, ay Allah, götürməsəm adam da qorxur ki, haqq gələr, belə gedər, heç elm oxuduğumun da bərəkəti olmaz. Düşdük indi yaxşı vaxtımıza. Götürdüm bu telefonu, amma dedim, götürən kimi bir kəlmə deyimi başı üstündə. Qayıtdım, salam, ələ salam deyən kimi, bu da əleykum salam. Dedim, sənə qurban olaram, başım elə qarışıqdır, belə danışıram, yəni daha qutar. Bəs başım çox qarışıqdır, sənə qurban olaram, mənə dua ilə çatdıra bilim, inanırsan ki, vaxt çatdıra bilmirəm ha. Hələ oxuyuram ki, çatdırım, oxuyuram. Bunları deyib qutaran kimi bu qayıtdı. Can qardaş, sənə qurban olaram, ay vay, nə əziyyət çəkirsən? Allah sənə səbir versin, bir yarım saat yenə danışdı. Mən dedim, mənim söhbətim etsinə də. Arkadaşlar, görürsən bu tələsirəm, mənə imkan ver, neyini, bunları hazırlayayım. Mən özüm üçün yaşamıram ki, elə düz başa düşün. Allah qəbul etsin, sizləri fikirləşirəm, bu cəmiyyəti fikirləşirəm ki, nəsə bir iş görün.